Məlumatlar yayılıb ki, Tarif Şurası su pulunun qiymətini qaldırmaq istəyir 20%. Əlavə də bugün biz Milli Məclis qanun qəbul etdi. Yəni əlavə qaza və işığa 1 manat ödələcək. Əvvəl düzü deyirlər ki, bu 2 ev və yaxud daha çox ev olanlar, yəni ki, aiddir. İndi isə məlum yox, hamıya aiddir. Yəni biz əlavə olaraq işlətməliyimiz qaz və işıq 1 manat əlavə ödəyəcəyik. Yəni Azərbaycanda qaz və işıq abunəçisi ümumi belə saysa 6 milyondur civarındadır və hər il biz həmən o 1 manatlarla büdcəyə 72 milyon, yəni bizim cibimizdən əlavə pul yığılır 72 milyon. Yəni biz saysaq bunu əlavə bu 1 manatları 6 milyon abunəçi 1 manatdan 12 aya vuranda 72 milyon eləyir. Yəni ki, üstəlik də bunlar suyu qaldırmaq istəyirlər 20%. Yəni 1 manat, 1 manat 20 qəpik. Bu gedişətdən sonra yenidən 20%, 20 qəpik, 1 manat 40 qəpik. Zaten hər şey qalxır. Gedir. Məsəl üçün marketlərə baxa bilərsiniz. 1 manat çörək artıq 1 manat 15-20 qəpik qiyməti qalxıb 1 manatda çörəyi. Yəni bu belə qalxır. Lazım olan şeyləri məlumat verirlər, lazım olan şeyləri məlumat vermirlər və artıq xalqın fikri də soruşulmur. Amma mən nə bilim, filan yerə belə getdik, filan yerdə belə elədi, bizi belə qarşıladılar, nə bilim, bizə əl uzatdılar, biz əl sıxdıq, nə bilim, bu şeylərlə Azərbaycan xalqının başını aldadılar. Amma sosial mediadan da izləsək görərik ki, artıq xalq belə şeyləri yemir. Yəni özləri də baxa bilərlər, özləri məlumat yayırlar və yaxud da çıxardırlar öz adamlarını, bloger və s. adından çıxışlar etdirirlər və oradakı şərhlərə baxın, vəziyyət nə yerdədir. Yəni ki, bəyənmə, məsəl üçün, bəyənməyə baxırsan, 100 bəyənmə gəl, onun 70-i, 80-i bunların sifariş verdiyi mövzularda bu çıxışlara gülüşdür. Artıq xalq gülür və xalq artıq öz adını, soyadını da gizlətmir. Ən belə emosional, ən belə təhlükə yaradan bilən mövzularda artıq fikirlərini bildirir və hakimiyyət bu vəziyyəti yaratdı. Yəni, hakimiyyət bu vəziyyəti yaratdı. Əvvəlcə xalq deyir ki, bunların da belə olmalıdır, amma artıq elə demir. Deyir, xeyr ola. Niyə belə olmalıdır? Niyə başqası milyonlar içində yaşamalıdır? Mən isə 12 saat, 14 saat işləyib güclə evimə çörək pulu gətirməliyəm. Bu artıq suallar doğurur və hər şeydə pul. Cərimələr bir tərəfdən, bu kommunal xərclərin qalxması bir tərəfdən, marketlərdən qiymətlər qalxır bir tərəfdən, o bir tərəfdən məktəblər pul yığır, universitetlərdə rüşvət, korrupsiya, bağçalardan tutmuş pul yığırlar, müxtəlif bayram gəldi pul ver. Nə bilim, nə oldu pul ver, süpürgənin pulu, onun pulu, hər şeyin pulu, düz addım atmadın pul, maşını orada saxlamadın pul. Belə feodal dövrdə kimi xəzinəsi boşalmış kral necə artıq əhalinin axırıncı, belə deyək, taxılını əlindən alırdı. Bizdə belə bir vəziyyət yaranır. Bu hakimiyyətin apardığı bu siyasət, apardığı bu uğursuz və arxamdakı divara gedən bu siyasət nəticəsində və indi nə ilə xaricdə belə getdi, belə qarşıladılar, belə əl çaldılar, belə uzatdılar və belə şeylərlə baş aldatmaqla məşğullar. Bu siyasət heç də yaxşı şey aparmır. Mən bunu deyirəm. Mən hakimiyyət nümayəndələrinə deyirəm. Mən o çıxartdığınız o sizin tapşırığınızı yerinə yetirən o Liza buludlara deyirəm, o yaltaqlara deyirəm və düzdür, onlar deyə bilər ki, bizə deyiblərdi, biz kimin ki, biz də eləməliyik. O tapşırığı verənlərə deyirəm, bu səhv siyasətdir. Yəni, addım atıb səhvə doğru gedirsiniz, bu arxamdakı divara doğru gedirsiniz və özünüz gedirsiniz, cəhənnəmə gedin. Sizin dərdinizi çəkən deyiləm, siz necə bizim dərdimizi çəkmişsiniz, illərdə artıq bizə tüpürmüsünüz, eynən də artıq sizə qarşı da eynə münasibətdir. Amma dövləti, ölkəni aparırsınız ora. Biz də dövlətçi adam olduğu üçün, o sizin o dediyiniz dövlətçilik, o boğazdan oyuna getmək, yox, boş-boş yox. Sözün əsl mənasında dövlətçi və dövləti sevən, ölkəni sevən, xalqını, vətənini, dinini, ümmətini, millətini sevən adamlar olaraq biz deyirik ki, dayanın, hələ gecdir dayanın, oturduğunuz budağı belə
doğramayın. Çünki özünüz də düşəcəksiniz, özünüz düşünün. Amma o budaq da düşəcək. O budaq da hamımızın budağıdır. O budağın da adı ölkədir, dövlətdir, Azərbaycandır. Azərbaycanı yerə çırpmayın.